Bugünkü konumuz lesson 2'ye aiddir. Sayfa 91. Təmrin E. Sayfa 91. Təmrin E. Activity book'ta. Neydi? Təmrin E. Gələğin birinci biz qaidanı alağın. Bax, hatta yuxarıda görürsünüz yani. Konunun adını verib mənə. Nədir? Mənə deyir, complete a sentence with the mustn't or don't have to. Deyir, imma sən bu cümləni neydən, yani bu boşluqların içində mustn't yaz mənim üçün, o da don't have to. Və lakin cümləyə gələndə baxanda bəzi kərə məndə tekil verir. Burada dəyişilini məndə yani. Tekil, çoğul verdiysə mənə ona görə dəyişilini. Bu aslında qramardır. Mən bunu qavaiddən gətirəm sizə. Bu nasıl lisesonda da var özü. Bəs bir kez daha fazla olubdur. Yani bu qaide aynen vardı səndə. Bəs necə deyək, bir kez daha fazla olub. Məsələn, needing to gəlib özünə. Anlırsan? Fakat bunlar ekləmə gəlib. Yani bunun olumlusu vardı məsələn lisesonda. Bunun, indi burada demirik must, orada deyirik must. Tamam. Məsələn, bunların olumluları vardı məsələn. Need to. Needs to. Olumlusudur bunların. Görsən? İndi haliyen olumsuzunu aldıq. Qaide məndə nədir? Deyir, özünə mustn't zəidən fiil kökü. Özünə mustn't zəidən fiil kökü. Oradakılar, yani orada həll etsək, kilise sonunda mənə fiilləri özü verər. Deyir, yala bu cümləni həll elə. O da seçenek şəkli dalma gətirər bizim üçün. O da nə şəkli gətirər? Seçenek şəkli gətirər. Deyir, seç mənim üçün. Orada da delil qoyarıq. Bəs burada həbsi mənəyə qalıb. Yəni, mən həbsini bir tərcümə edərik. Yəni, uzda da elə bir siz bəzi cümləndə delil qoyarsınız. Mən imtihanda gətirsəm, necə gətirirəm siz üçün? Baxın, 2 hələydən gətirirəm siz üçün bunu. Birinci hələ normal cümləni verirəm sənə, sən ola bilir, aynən kitab kimin, yazırsan mənim üçün mustn't, o doesn't have to, bunu yazırsan. Onu sən də kitabdan gətirirəm. İkinci, istəsəm səhl edim sən üçün özünü, bunu verirəm sənə. Yəni, mustn't, bax, you mustn't verdim sənə, bunun qavsa qoyarım. Məsələn, deyirəm sənə read, nə olur? Aynen endirəsən mənim sözüm, bir şey etməsən. Mən istəyirəm, bax, yardım edim sənə məsələn. Tamam? Və burada nə desən? Fiil kökünü endirəsən. Ayrı şəkil gətirməm. Yəni, verməm sənə cümləni, bu cümləni verim, deyim, yalla bunu geçmişə təhvil elə mənim üçün. Bəzi zor gətirir ola bilir. Yəni, deyir, cümləni kamil verib, deyir, yalla bunu geçmişə təhvil elə mənim üçün. Burada zorlanasan sən. Etməm sən üçün belə özünü. Nasılsan? 2 şəkildə dedim. İmma bu farağı verirəm sənə. Özü yazırsan özünü. O da buradakı fiili verirəm sənə. Aynən fiili endirəsən mənim üçün. Fi hal, əgər bu fiilə mən, təməl bilgisində dedim sizə, indi mən özünə mustn't fiil kökü. Fiil kökü deyəndə, yəni bir fiilə nə id əklənib, nə ing əklənib, nə ses əklənib, nə o fiil təhvili olubdur mənim üçün. Anırsan? Yəni o fiilin aslını istəyirəm səndən. Ola bil, məsələn, mən imtihanda gətirirəm, özü ola bilir, aynən qalı, məsələn, pay, edərəm özün pay et. Tamam? Pay edərəm özün pay et. Sənin də sən özün döndərəsən, mənim üçün aslını özün pay. Məsələn, spoken etdim, sən speak edəsən özün. Work etdim, sən work edəsən özünü. Görsən, fiil kökünə döndərəsən mənim üçün. O, üçüncü şəklini deyim sənə. Burada verirəm sənə you mustn't yoxsa must. You mustn't yoxsa must. Sən seçəsən mənim üçün. Mustn't yoxsa da must. Mə'ləmdir. Burada zaten həbsi negativ üstünə həll edirik. Tamam? İkinci qayda məndə nədir? Özünə, özü burada mənə deyir, fəqət don't have to kullan. Mənə o tekil veribsə, burada dəyişilini məndə. Özünə, əgər gəldiysə məndə, he, she, bir də it olduysa nə alar məndə? Doesn't have to, bax, doesn't have to. Doesn't have to. Əgər gəldiysə məndə, çoğul olduysa, yəni bu tekdir, müfrad. Çoğul nədir məndə dey? We, you, I. Nə allıq? Don't have to zəidən nə? Fiil kökü. Don't have to zəidən nə? Fiil kökü. Anlaşıldı? Vatıx oldu? Evet. Qaide buncadır məndə. Mən cümlələrini kamil yazmadım. Hətta burada yer olsun. Bəs indi biz oxuruq özünü. Siz də məmnun teşkil edəm. Birinci cümlə nedir mənə? Nədir? You mustn't read my letters. Deyirsən, olmaz mənim nəyimi oxuyasan? Mesajımı oxuyasan. Niçin? Deyir, they are private. Çünki özəldir. Nədir? Bax, özəl.
Yani sen mesela bir özel bir risale gelip senin için istemsen kimse için. Ve mustn't kullananda yani zaruri kat'i olmaz bakasan. Kat'i olmaz bakasan. Yetme. Kat'i olmaz bakasan. Bitti olmaz. Müstehildi yani. Kat'i bir şeydi. Hani emirdi bu. Emir. Mesela ne baba diye çıkmazsan yazıya. Mecali yoktu çıkmazsan yazıya. Olmaz çıkmazsan yazıya. Anladın mı? Mustn't kullananda kat'i bir şeydi. Hiç olmaz yerinden müstehildi. Vaضح oldu? İkinci cümle nedir mənə? Halim is so lucky. Dir Halim çok şanslıdır. Niçin? Nedir mənə he? He ne kullandık? Doesn't have to. Niçin doesn't have to kullandık? Don't have to kullanmadık. Sebep. Çünkü burada bax özünə nədir məndə? Müfrat nə dedik? Özünə he, she, it olduysa ne kullandık? Doesn't have to. Burada onun için özünə məndə he'dir. Ne kullandık? Doesn't have to pay plane's ticket. Diri Halim çok şanslıdır. Lucky. He doesn't pay the plane's ticket. Diri tayyara tiketi parası vermez. Sebep cümlenin tekmilası ben yazmamışım burada. Biz bakın ikincidir. Diri his father is a pilot and get his free ticket. Diri çünkü babası pilot beleş getirir özü için. Tiketler anlaşıldı. Ha bu cümlede yani ki belə isten səhl edəsən özü için neyi kullanabilsən? Lucky şansını şanslı kelimesini kullanabilsən burada. Lucky şanslı. Au ticket. Tamam. Plane's ticket yani tayyara tiketini almır. Doesn't have to. Görsen. Üçüncü. Did we bizler hapsimiz. Did we don't have to take a dictionary in a class. Dictionary nədir məndə? Kamus. Diri biz istemez kamus gətirək ki o müfredatları bildik içinde. Kamusta müfredatlar var. İngilizce müfredatlar var. Diri biz istemez dalma. Ara təxeyyül ara vur gelipsən. Gülsən öz-özünü. Dictionary məndə nədir? Kamus. Diri biz yani diri we don't have to take dictionary to the class. Diri şerdiyək məsələn aparağın sənə nə oldu? Şerdiyək kamus aparağın safa. Diri but it would probably be very useful. Ama diri məsələn gətirsək də özün normaldir yani. Diri şerdiyək ama gətirsək də özün ihtiyadidir. Qaz buradan gəldi bizdə neydi? Burada delil bizde nədir? Mesela delil istən qoyarsan cümləyə səhl olsun sənin üçün dictionary. Anladıq? 4. Did you mustn't drive into the pool. You mustn't dive into the pool. Diri sen olmaz ne deyək zərik vurasan bu havuzun içine. Zerik yani bizsiz yani atlayasan suyun içine, zerik vurasan suyun içine. Sebep the water isn't deep enough. Çünkü su çok dip değil. Yani olabilsem tüngülende o suyun içine başı uçalar tavanı yani şeyin mezbahan. Pool yani mezbah havuz kastedilir. Olmaz. Ne desen you mustn't olmaz. Ne desen dive into the pool. Burada pool edebilsen delil koyasan. Pool dedik nədir bizdə? Havuz. Tamam. Sebep niçin? Mesela the water isn't deep enough. Çünkü su çok deep değil. Yani çok çukur değil. 5. We don't have to go to the beach. Beach nədir bizdə? Sahil. Tamam. We don't have to go to the beach. Yani gitmesek de sahile normaldir. Baxaq neşin. We can go to the park instead if you prefer. Gidağın şeye. Şurada gidağın adı nədir? Sahile. Gidağın parka. Əgəstirsəniz. Tamam? Bax, if you prefer yani əgəstirsəniz, hara gidağın parka. Və burada ne kullandıq? We don't have to yani şurada gidağın. Yani bir ihtimal da var geçsler yani.
Bak Mosud kiminde yok. Mosud burada kat'i bir şeydi. Olmaz. Hemen bitti. Kat'i bir şey. Yani burada ne diyecek bir ihtimal vardı yani. We don't have to. Yani diyecek ben size ra'y veririm. Gitmeyin şeye, sahile. Eğer istirseniz gidin şeye adı nedir? Parka. Olabiliyor bazı ne diyor? Ra'yınız ne diyor? Gidek sahile bitti. Döndük asıl karara. Ama deseydim yok gerekim we mustn't go to the beach. Gerekim gidin. Yok burada da konu tartışmalar kapalıydı yani. Münakaşa daha yok idi. Anlaşıldı? Fa burada da aynen edebilse bir delil koyabilsen özü için sehil olsun o da beach, sahil. Neydi? 6. The bus arrived at the exactly 10 o'clock. So I didn't have to wait. Oh, gel. Burada bir kez tavdih edim siz için. So I didn't have to wait very long. Avvelen biz size sualın sigasına baksak, mühendiri fakat don't have to kullanmalıyım. Tamam? Biz burada danışın didn't kullandık. Ha? Yok ilakası yoktu. Burada da ay gelebilir mende. Cümlenin bak indi iki şey alıştırırım size. Bak birinci koy ma'na şeklinde alağını özünü. Tamam. The bus arrived at the exactly 10 o'clock. Arrived nedir? Gelipti. 10 o'clock. Yani diri pas göster saat 10'dan bak the bus arrived the bus arrived ulaştı yok gelipti the bus arrived ulaştı at the exactly 10 o'clock بالضبط 10'da. Yani bu aslında bir sene zaman haçet edir özünü. Mesele bitip de haçet edir özünü. Mesela diyağın indi bir mesele oldu mektepte. Tamam. İki tane davet etti. Aleykümselam. Evet. Buyurunuz. Yani. Geldik dedik. Nedir? Dedi the bus arrived yani ulaştı at exactly بالضبط saat neçede ulaştı? Pas saat 10'da. Yani bu geçmiştendir. So I didn't wait very long. Ve nedir? Ben çok bekleyemedim. Ben bak. So I didn't have to wait very long. Ve I didn't have wait very long. Ve ben çok bekleyemedim. Yani sayara geçipti özünden. Bu birinci mənaydan. İkinci bir şey deyirəm sizə. Bunu بالضبط lise sonunda alasınız. So, əsasicə daimən nə gələr? Past simple. Əsasicə nə gələr sonun? Bax, bunu qramar nahiyəsi. O məna idi, iyici getdi. Bax, bunu deyirəm sizə. So görmək uzlən cümlədə, so, ki bizim mənhəcimiz adına sələşirəm. Əgər indi olsun, əgər isə sonda olsun. So, əsasicə nə gələr? Past simple. Past simple qaidəsi nədir? Bunu burada olumsuzdan həll edirik həbsini. Qayda olumsuzdur. Özünə didn't fiil kökü. Yəni, nə dedik? Özünə nədir məndə? I didn't have to. I didn't have to. Anlaşıldı? So, əsasicə nə gələr? Past simple. Bimə ünnu negatifdən həll edirik özünü. Cümləni negatifdən həll edirik. Və biz nə deyirik? I didn't have to. Bak, I didn't nədir? Olumsuzdur cümlə. Tamam. Have nədir məndə? Fiil köküdür. O da cümlənin təkmiləsi. To wait very long. Anlaşıldı? Baxın, qaidəni də yazım siz üçün. Özü aslında nədir? Olumsuzu özünə. Zəidən fiil məndə nə alar? İdi, av, əzbər. Bu past simple qaidəsidir. Yəni, geçmiş zaman. Olumsuzda nə olur məndə? Özünə zəidən didn't zəidən fiil kökü. Have özü fiil köküdür. Yəni burada nə etdik? I özünə endirdik. Didn't gəldi. Have to fiil kök. Gördük? Bu qayda ilə həll etdik özünü. So I didn't wait. Wait bekləməkdir. Yəni very long. Çox uzun bir vaxt. I didn't have və mən çox bekləmədim. Anlaşıldı? Vazih oldu bu cümlə? Məsələn cümləni anlamadıq. Nə deyəsən? Deyəsən usta deyir mənə so gördüysəm sonrası nə olur bizdə? Past simple olur. İndi də lise sonda da. Fikir usaf elə. İndi də lise sonda da. Həm birinci unitdə varızdır, həm də beşinci unitdə varızdır. Həm birinci unitdə varızdır, həm də beşinci unitdə varızdır. Əsasını boş verin. So, ölgü daimən nə olur?
Allah verim cümlenin bidayəsində gəlir, cümlenin ortasında gəlir. Sonrası ne olur? Past simple. Bitti. Qat'i bir şeydir. Dünən bunu anladırdım özlərini 5-ci unitdə. İndi gəlağın 7-yə. 7 mənə nədir? Deyir, you mustn't park there. Deyir, olmaz. Bax, qat'i bir şeydir. Olmaz park edəsən burada. Məsələn, deyək məktəb bölgündə. Deyir, there, burada. Bir yer təhdid edib. Niçin? Deyir, you will get into trouble with the police. Deyir, əgər gəldiysə, etdiysə, başı müşkiləyə girər şurtaydın. Başı müşkiləyə girər şurtaydın. Yəni, burada nədir? Olmaz burada park edəsən. Olmaz məktəb bölgündə park edəsən. Park etdiysə, başı müşkiləyə girər kimiydən? Polisdən. Ama müdirdən. Müdir kabul etmir. Kimsə dursun məktəb bölgündə. Anlaşıldı? Vazih oldu. Və burada delil aynen istirsə o belə yardım etsin sənə. Edebilsən? Park. Eydi park. Gəlağın axirə 8-ci. Nədir mənədir? You don't have to cook tonight. Mom. Diri anlasın nədir? Diri istəməz bu axşam yemək edəsən. Niçin? Anna, we are going out a restaurant. Diri çünki giderik mat'ama. Çünki giderik mat'ama. Eydi? Vazih oldu. Diri istəməz bugün akşam cook tonight, yani yemek edəsən bu akşam. Niçin? Çünkü bu akşam gedirik hara? Mat'ama. Tamam, davet edip özlərini. Gedilər mat'ama. Burada ne dedik? Ya, you don't have. Yani bak, qat'i bir şey değil. Olabilir evde bir tane muarız olur. O diğer getmeyağın ayrı güne kalsın. Ha, bitti. Yemek ele evde. Anlaşıldı? Ve zeydi most qat'i bir şeydi. Burada yardım amacı, yani delil için edebilir cook. Tabak yani yemek etme. Tamam. Vazih oldu. Bu hepsi kamil cümleleri tek tek aldık. Delil de koyduk özüne. Vazih oldu. Bir sualınız vardı bunlardan? Var? Yoktu.